Gözəl insanlar, bu küləkli gündə hər birinizi salamlayıram. Gəlin esse suallarımıza baxaq. Daha doğrusu bir esse sualımız var. 16-cı sual test toplusundandır. Bu esse sualımıza cavab yazaq. Bol şablonlarımızı görürsüz, nümunələrimizi görürsüz. Bunlar hamısı esse nümunələrdir, esse şablonlarıdır və s. və ilaxır. Aha, deməli yoldaşlar, sualımız belədir. Altına xətt çəkək. Əla. Deməli nə deyir? Deyir ki, kompüterlər, düzgün tələffüz edə bilmirəm. Kompüterlər həyatımıza necə təsir eləyir? Deməli 2 şablon vermişik. Template 1, template 2. Şablonumuz buradadır, 2 şablon və hər şablona aid də bir üçlər demiş birər nümunə vermişik. Birinci şablon, ikinci şablon fərq eləmir. Girişdən intro, body, conclusion beləsinə deyək, söhbəti bağlayaq. Birbaşa keçirəm essemizi oxumağa. Birinci cümlədə deyir ki, nowadays ya da today, bu günlərdə hal-hazırda kompüterlər həyatımızda mühüm rol oynayır. Ona görə də insanlar hər gün ondan istifadə edir. Məsələn, biz işləyirik, oxuyuruq, kompüterlər vasitəsilə ya da kompüterlər ilə ya da with the help of computers, onlar köməyi ilə biz ünsiyyət qururuq. Həmçinin onlar bizə informasiya tapmaqda, eləcə də yeni şeylər öyrənməkdə kömək olurlar. Nəticədə kompüterlər müasir dünyamızda ya da müasir dünyada çox faydalıdır. Beləliklə onlar həyatımızı daha da asan, daha da sürətli eləyir. Burada önəmli olan məqam nədir? Hazır şablonumuzdur. Yəni bizim intromuzda, girişimizdə mütləq şəkil, yəni vacib deyil. Biz bu günlərdə, bu gün kompüterlərin ümumiyyətlə vacib olduğundan danışırıq və əlavə bir cümlə də veririk. Yəni bizim girişimiz 2 cümlədən ibarətdir. Nə kimi bizə kömək dəyidindən danışırıq, misal gətirik, nümunə gətirik, ona əlavə olaraq and also deyib əlavə olaraq daha bir nümunə veririk və nəticə bundan da məsələ yekunlaşır. Növbəti şablonumuza baxaq, yenə eyni ilə başlayır. Nowadays deyir. Bu günlərdə hal-hazırda they are tipli cümlədə istifadə eləmişik. Onlardan biri də kompüterlərdir və onların bizə dəydiyi kömək və yaxud verdiyi zərərdən danışır. Bir tərəfdən belədir, amma digər tərəfdən elədir. Ona görə də belədir və nəticədə gəlin oxuyaq. Bu günlərdə bir çox vacib device'lar var həyatımızda. Həyatımızı dəyişən device'lar var. Təyyarət cümləsindən istifadə etmək çox gözəl olardı. Onlardan biri kompüterlərdir. Hansı ki çox məşhurdur bu günlərdə və indi bizə zərərindən və yaxud faydasından mı danışır? Nümunə gətirir. Yəni nə kimi təsiri var ondan danışır. Bir tərəfdən kompüterlər bizə kömək eləyir işləməkdə, oxumaqda, əylənməkdə. Digər tərəfdən kompüterlər ümumiyyətlə kompüterdən çox istifadə eləmək sağlamlığımız üçün, gözlərimiz üçün nədir? Zərərlidir. Ona görə insanlar gərək daha yaxşı şəkildə, düzənməli şəkildə kompüterlərə istifadə eləsin. Nəticədə kompüterlər onlardan düzgün şəkildə istifadə etdikdə nə olur? Yaxşı olur. Belə gözəl insanlar, bir sual, 2 fərqli şablon və hər şablona aid bir nümunə. Siz bu tip şablonlardan, bu tip nümunələrdən istifadə edə bilərsiniz. Dərslərimizə qoşula bilərsiniz. Daha çox şablon istəyirsinizsə, daha çox nümunə istəyirsinizsə və yaxud da esse yazmaq istəyirsinizsə, dərslərimizə qoşula bilərsiniz. Hələlik, sağ olun.